Cəlilabad rayonunun Adnalı kənd sakini Əfqan Məlikov təsərrüfatında ilk dəfə olaraq toxumunu Çindən gətirmiş yeni xiyar növündən məhsul əldə edib. Yeni xiyar növü dadı, çəkisi və ölçüsünə görə yerli xiyar sortlarından kəskin surətdə fərqlənir. Hər birinin uzunluğu 1 metrə qədər olan bu xiyarların çəkisi 1 kilo yarıma çatır. Kollardakı məhsul isə qısa zaman ərzində tam yetişir. Təsərrüfat sahibinin sözlərinə görə bu xiyar növü xəstəliklərə qarşı daha çox dözümlüdür. Elə buna görə də məhsulun əldə olunmasında heç bir mineral gübrələrdən istifadə olunmur. Əsas özəlliyi ki var, bunu üzüm kolu kimi gərək bunu şipaları bastırıb, yəni qaldırasan bir, tel çəkəsən qaldırasan yuxarı, nə qədər vardır ki uzanır. Dadı və xoş iyi ilə seçilən bu xiyarların becərilməsində yeganə çətinlik yetişmiş məhsulu çöl quşlarından qorumaqdır. Təsərrüfat sahibi növbəti ildə bu xiyarlardan əldə edəcəyi toxumlarla əkinini daha da genişləndirib, hazır məhsulları bazara çıxarmaq niyyətindədir. Bol məhsulu olur, qonuma, qonşuya, istəyən adamlara da verirəm, atqaz eləmirəm. Yəni çox maraqlı olduğu üçün hamı gəlir istəyir. Verirəm də, ondan sonra səhərsi gün yenə də tökür. Yəni gündəlik yığırıq, yenə də tökür, gül tökür, əlavədən yenə inkişaf gedir. Gültəkin Əliyeva, Rəhman Məlikov, Dünya TV.